Mən də hər bir qonaqlarımızı salamlayıram. Uzaqdan, yaxından gələnləri. Bəli, Ülviyə xanımla biz artıq 5 il kimi yoldayıq. Bayaq öz dediyi kimi, bizim söz-söhbətimiz. O söz-söhbət də yəni işimizin yaxşı yerinəsi mənasında olur. Yəni, olur da ətrafımızda pislər, yaxşılar. Biz deyirik ki, gəlir demək ətrafımızda həmişə yaxşılar olsun. Pislər biz deyirik. Ona görə də Ülviyə xanım, mən sizə bugünkü gündə sağlam ömür, seviz dolu günlər, xoşbəxt həyat arzulayıram. Allah sizə mübarək eləsin. Çalışaq böyle həmişə mehriban olan, yumruğumuzu bir yerə vuraq və istədiyimizə nail olun. Mənim bir kiçik hədiyəm var. Bunu da bizlərdən qəbul edərsiniz. Kültürə yaraşar. Çok sağ olun, hamınıza dikkat edin.